Salam yoldaşlar, hər vaxtınız xeyir. Mən məntiq fənni üzrə təlimçi Simran Süleymanov. Bu günlərim sizlərə cədvəllər mövzusunu izah edəcəm. Cədvəllər mövzusu iki tipdə olur. Aşkar cədvəllər, bir də qeyri-aşkar cədvəllər. Aşkar cədvəlləri həll etmək üçün əsasən tənliklər sistemindən istifadə edirik. Alt-alta toplama, tərəf-tərəfə toplama, vurma, bölmə, əvəz etmə. Bu qaydalardan istifadə edirik. Baxaq testimizə. Misal üçün bir nömrəli testdə toplam işarəsi verib. Bu o deməkdir ki, A ilə B-nin cəmi 15-ə bərabərdir. Bunların ortaq xanasında kəsişdiyi xanada, hər ikisinin kəsişdiyi xanada 15 yazılıb. Yəni A ilə B-nin cəmi 15-ə bərabərdir. 15 plus C bizə 32 verir. O zaman C bizdə nəyə bərabər? Bizdən də C-ni istəyir. C olacaq 17. Sonra baxaq bir başqa testə. 3 nömrəli testə misal üçün. A ilə B-nin cəminə 15 yazıb. Burada toplam bura diqqət edirsiniz. Operator da verə bilər ora. Hər hansısa bir işarəni də verə bilər. Yəni toplama, vurma, bölmə, çıxma bunlar da yaza bilər. Diqqətli olursunuz. A plus B bərabərdir 15. B plus C bərabərdir 7-yə. B plus C bərabərdir 7-yə. Sistem tənlikləri kimi həll edəcək. Bizdən nə istəyir? Ona diqqət eləyirik. Bizdən istəyir A minus C-ni. A minus C-ni biz buradan necə ala bilərik? Tərəf-tərəfə çıxsaq. A plus B minus B plus C bərabərdir 8. 15-dən də 7-ni çıxdı 8. Mötərizənin əsası olsaq A plus B minus mötərizənin qarşısında minus olduğu üçün mötərizənin içərisindəki işarələrin hamısı dəyişir. Minus B minus C bərabərdir 8. Plus B minus B. Bunları ixtisar elədik, yola saldıq, getdi. Qaldı A minus C bərabərdir 8-ə. Bizdən də A minus C-ni istəyirdi. Deməli, qiymət olacaq 8. Baxaq 4 nömrəli testə. 4 nömrəli testdə x-la z-in cəminə 12 yazıb. X plus z bərabərdir 12. X-la y-in cəminə 9 yazıb. X plus y bərabərdir 9. Y-la z cəminə 11 yazıb. Y plus z bərabərdir 11. Bizdən x istəyir. Tənlik qursaq, sistem tənliyə gətirsək. Tərəf-tərəfə toplayaq. 2x, 2z, 2y. 2x plus 2y plus 2z bərabərdir. Deməli, 21, 32. 32. 2x, 2y, 2z. 2-ni verək mötərizə xaricinə. Olur x plus y plus z bərabərdir 32-yə. 2-ni x, y, z cəmlə oranda 32 alınır. Deməli, x plus y plus z cəmi bərabərdir 16-ya. Bizdən x istədiyi üçün y-lə z-in qiymətini yerinə qoysaq x almış olacaq. Y-lə z-in qiyməti baxın yazılıb 11. 11 yazdıq. X-in üzərinə 11 gələndə 16 olur. Deməli, x bərabərdir 5-ə. A variantı. Sonra baxaq 5 nömrəli testimizə. A ilə B-nin cəminə C plus 5 yazılıb. A plus B bərabərdir C plus 5. A ilə C cəminə B plus 3 yazılıb. A plus C bərabərdir B plus 3. Bunları biz alt-alta, yəni tərəf-tərəfə toplayaq. 2A plus B plus C bərabərdir C plus B plus 8. Əks tərəfdə eyni işarələri ixtisar edirik, eyni tərəfdə əks işarələri. Bunu bilirsiniz yəqin ki. Əks tərəfdə eyni işarələr B ilə B ixtisar oldu. C ilə C ixtisar oldu. Çünki bu C-ni mən digər tərəfə keçirsəm, minus C alınacaq. C-dən C-ni çıxanda 0. Digər B-ni də digər tərəfə keçirsəm, minus B olacaq. Mənfi B. Plus B, minus B. İxtisar olur. Deməli, 2A bərabər olur 8-ə. A da bizə bərabərdir 4 qiymət. Sonra keçək başqa bir testimizə. Misal üçün 8 nömrəli testə. Baxaq, A ilə B cəminə 3A plus 6 yazılıb. A plus B bərabərdir 3A plus 6-ya. B ilə C cəminə 3C plus 4 yazılıb.
B plus C bərabərdir 3C plus 4. Yine tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplasaq alırıq. 2B plus A plus C bərabərdir 3A plus 3C plus 10. Bizdən BAC fərqini istəyir. İndi görək bunu neyək ki, BAC fərqinə gətirək. 2B qalır yerində. 2B. Sonra 3A'nı digər sola keçirsəm olur minus 3A. A'dan 3A'nı çıxdıq, qalır mənfi 2A. 3C'ni də digər tərəfə getirsək minus 3C olur, mənfi 3C. C'dən 3C çıxsaq qalır mənfi 2C. Bərabərdir 10-a. 2, 2, 2. 2-ni verdik mötərizə xaricinə. B minus A minus C. Bizdən istədiyi də BAC fərqi olur. Yəni bu. Bərabərdir 10-a. 2-ni BAC fərqinə vuranda 10 olur. Deməli, BAC fərqi 5-ə bərabərdir. Sonra baxaq 9 nömrəli testə, sonra keçəcəyik vurmalara. Deməli, A ilə B-yə 5C yazılıb. A plus B bərabərdir 5C. B ilə C cəminə isə yazılıb 5A. AC-ni bizə konkret bir ədəd veribdir, 16. Bunu biz həmişə saxlayacağıq əvəz etməyə. A plus C bərabərdir 16-ya. Bunu həmişə əvəz etməyə saxlayırsınız. İkisi məhsul, biri konkret ədəddirsə, ikisini məhsul yazıb 5C, 5A. Birinə konkret ədəd verib. Biz həmişə o AC cəmini saxlayırıq əvəz etməyə. Baxaq, bunları toplasaq, tərəf-tərəfə toplasaq. 2B plus A plus C bərabərdir 5C plus 5A. AC-nin yerinə mən AC cəmini 16 yaza bilirəm. Burada da biz 5C 5A-dırsa, 5-i verib mötərizə xaricinə C plus A şəklində. A plus C və yaxud da C plus A fərqi yoxdur. Burada 16 olur. 5 16-ya vururuq 80. Deməli, 2B plus AC cəmini 16 yazdıq. 16 bərabərdir. 5-i 16-ya vurduq 80. 2B bərabərdir 64-ə. B bərabərdir 32-yə. Bizdən də B-ni istəyir. B-nin yerinə 32 yazırıq. Və yaxud da mən bunu çıxma qaydasında yazıram. Bu ilk 2 dənə yazdıqlarımı alt-alta çıxıram. Çıxanda B-lər ixtisar gedir və mənim işim uzanır. Çünki mənə konkret B lazımdır. B-dən B-ni çıxanda mənim 0 qalacaq. Yazıram. A minus C bərabərdir 5C minus 5A-ya. A-dan C-ni çıxdıq. Deməli, 5C-dən də 5A-nı. Mən indi C-ni sağ tərəfə gətirsəm plus C olacaq. 5A-nı da mənfi 5A-nı da sol tərəfə keçirsəm plus 5A olacaq. A-nın üstünə 5A gəldik. 6A bərabərdir. C-nin üstünə 5C gəldik. Oldu 6C. Biz buradan tapırıq ki, A bərabərdir C-yə. 6-ları buradan ixtisar apardıq və yaxud da A bərabərdir 6C bölünsün 6 şəklində yazsaq 6-lar ixtisar gedəcək. A-nın C-yə bərabər olduğunu bilirik biz. A-nın C-yə bərabər olduğunu bilirsə A ilə C cəmini 16 yazılır. Bax, deməli, hərəsi 8, 8-dir. Qiymətləri yerinə qoyub A-nın yerinə 8, B-nin yerinə, C-nin yerinə 8. 5C-nin də 40 verir bizə. 8-in üstünə B gələndə 40. Deməli, B 32-dir. Bu qaydada yaza bilərsiniz, toplama ilə də yaza bilərsiniz. Sonra keçək. Burada biraz çətin tiplər varsa, bir dənə çətin tip var. Onu da izah edeyim, keçək vurmalara. 13 nömrəli testi. Deməli, burada biraz özümüzə yer hazırlayaq. Biraz uzundur həll üsulu. Baxaq indi testin əllinə. A ilə B cəminə 24x. A plus B bərabərdir 24x. B ilə C cəminə 18y. B plus C bərabərdir 18y. A ilə C cəminə 12z. A plus C bərabərdir 12z. Tərəf-tərəfə toplasaq yenə. 2 dənə A var, 2 dənə B, 2C var. Sol tərəfdə. Deməli, yazırıq. 2-ni verdik proqramı mötərizə xaricinə A plus B plus C. Mən yazıram 2A plus 2B plus 2C-yə. 2-ni verdik mötərizə xaricinə. Sol tərəfdə nə yazılıb bəs?
24x plus 18 y plus 12 z. Buradan mən necə mənə verilən ifadəni, sağda verilən ifadəni, baxın 4x plus 3y plus 2z-i alım. Neynəsəm alınır? Deməli, buradan ortaq məxrəc çıxartmalıyam. Elə, elə çıxartmalıyam ki, 4x, 3y, 2z alınsın. Deməli, buradan mən 6 çıxartsam, bərabərdir. 6-nı verdik mötərizə xaricinə. 4x qalır 4x plus 3y plus 2z. Mötərizəni açanda 4-ü 6-ya vuruq 24x, 6-nı 3-ə vurduq 18y, 6-nı 2-yə vurduq 12z. İndi mənə 4x plus 3y plus 2z lazımdır axı. Bu bizdə 1 vuruq, bura olur 1 vuruq, bu da ümumilikdə olur hasil. Vuruğun birini tapmaq üçün nə edirik? Hasili digər vuruğa bölürük. Yəni 4x 3y 2z bərabər olur 2a plus b plus c-ni bölürük 6-ya. 6 ilə 2-ni ixtisar apardıq, qaldı 3. ABC cəmini bölürük 3-ə. Yəni bizim cavabımız olur A variantı. Sonra keçək vurmalara. Vurma rahatdır. Vurma imtahana düşəndə də asan tipdə düşür. Yerinə rəqəm qoymaq olur. Toplamada misal üçün bizə yazılıbdır A plus B-nin cəmi bərabərdir 20. Bir də var A vurulsun B bərabərdir 20. AB-nin cəminin 20 alınması üçün 1-dən 19-a qədər bütün rəqəmləri yoxlaya bilərəm. Amma məndə əgər natural ədəddirsə, yəni tam ədəddirsə AB, A ilə B-nin yerinə 1, 20, 2, 10, 5, 4. Bunları qoyacağam. Maksimum 3 dənə ehtimalım var. Tez, sürətli şəkildə yazıb variantla yoxlaya bilərsiniz. Cədvəlin içərisində şərtlərlə yoxlaya bilərsiniz. Yəni maksimum dəqiqə yarım, 2 dəqiqə vaxtınız gedəcəkdir. Tənliyi əgər qurmaqda çətinlik çəkirsinizsə, vurmalar buna görə rahatdır. Yox, əgər tənlik qurmaq sizə rahat gəlirsə, asan gəlirsə, qurmaq istəyirsə, hə, qura bilərsiniz. Problem yox. Baxıram ki, A-ya vuranda, baxın, vurma işarəsinə diqqət edin. Çox vaxt bunu tələbələr diqqət eləmir, toplama götürürlər. A kvadratı bərabərdir B-yə. Sonra bizə yazılıbdır. A vur B 64. A-nı B-yə vuranda 64 alınır. Mən bilirəm axı A kvadratı B-yə bərabərdir. Yəni B-nin yerinə A kvadrat qoyuram. A vurulsun A kvadratı bərabərdir 64. A kubu bizə verir 64-ü. O zaman bizə A bərabərdir 4-ə. A-nın yerinə 4 yazsaq B oldu 16. B-nin yerinə 6 yazsaq C də olur 2. 16-nı 2-yə vuranda 32 olacaq. Bizdən Hüseyin istədiyi üçün cavabımız olur 2. Başqa bir qayda. Misal üçün başqa bir testə baxaq. 79 nömrəli testə. Burada nə istəyir bizdən? A-nı C-yə vuranda 20, A-nı B-yə vuranda 15, B-ni C-yə vuranda 12. A-ya bir dənə diqqətlə baxaq. A həm 20-nin vurğunda var, həm də 15-in vurğunda var. Mən elə də götürməliyəm ki, həm 20-yə, həm 15-ə bölünsün. Deməli 5. 5-i yazdıq A-ya. A 5 olarsa C 4-dür. A 5 olarsa B 3-dür. B-yə 3, C-yə 4 yazanda 12 qiymətini alırıq. Bəli, alırıq. Bunların da hasili 12 olur. Bizə nə istəyir? C böl B-ni. C-ni 4 tapmışıq, B-ni də 3 tapmışıq. Yəni 4 bölünsün 3A variantı. Və yaxud da yazırıq bu formada. AB e, B ilə C-nin hasili 12, A ilə B-nin hasili 15. A ilə B-nin hasilinə bizə veribdir 15. A ilə B-nin hasilinə 15. A ilə C-nin hasilinə 20. Bir dəqiqə birinci obrisini yazaq. A ilə C bərabərdir 20-yə. A ilə B ilə bir dəqiqə A ilə B-ni. A ilə B-yə də bizə verir 15. Biz bunları alt-alta böləsi olsaq, A-lar getdi, C bölünsün B qalır. 20 ilə də 5, 15 ixtisar gedəndə 3 də 4. Bu qaydada ala bilirik. Vurmada həmişə alt-alta bölünəcək, toplamada isə toplama işarəsi varsa ya toplayırıq alt-alta, yəni tərəf-tərəfə, ya da çıxırıq tərəf-tərəfə. Vurmalarda çətin bir test tipi yoxdur. Bir dənə 84-ə baxaq, biraz ağır tipdədir. Keçək qeyri-aşkar tipində olanlara. Deməli, yenə özümüzə biraz yer açaq. Biraz həlli uzundur. Baxaq. Deməli, verilənləri yenə qeyd edək ilk öncə. A ilə A-nın kvadratı C kvadratı minus 15.
A kvadratı bərabərdir S kvadratı minus 15'e. A ilə C 56'dır. A, C bərabərdir 56. A ilə C'nin cəmini bizə verib 15. Bu hansı ədədlər ola bilər ki? Hasili 56, cəmi də 15'dir. Biz bilirik ki 7 ilə 8'dir. Hansının 7, hansının 8 olduğunu tapa bilmirik. Onu biz buradan tapacağıq. Misal üçün A'ya mən 8 yazsam, 7'nin kvadratı 49'dan 15 çıxanda 8'in kvadratı, yəni 64 alınmır. Amma bunların yerini dəyişsəm, aa, sildik. Bir dəqiqə üzr istəyirəm. Pozduq, bunlar da getdi, artıqlarımız da getdi. Deməli, biz A'nın yerinə 7, C'nin yerinə 8 yazsaq, C kvadrat, yəni 64 minus 15 bizə 7'nin kvadratı, yəni 49'u verir. Deməli, A 7'dir, C 8'dir. Yazaq. Bizdən istəyir A kvadratı plus B kvadratını. A kvadratı bildik ki 49, yəni A 7'dir. 49 plus, indi B'ni tapmaq üçün B'ni B'ye vuranda, yəni B kvadratı bərabərdir 2AC plus C. AC'ni bildik ki 56'dır. 2'ye də vur. 2 vurulsun AC, yəni 56. Üzərinə də gəlirik C'ni. C'ni də 8. 2'ni 56'ya vurduk. 112. Üzerine de 8 geldik. 120. Buradan bize konkret ədəd çıxmır. Kökdən. Bizə heç o lazım da deyil. Bizə B kvadrat lazımdır 120. Götürüb B kvadratın yerinə 120'ni yazdıq. 49'un üzerine 120 geldik. 169. Yazdıq variantı. Sonra keçirik qeyri-aşkar tipində olan cədvəllərə. Bizə həmişə burada toplama, vurma verilirdi. İndi isə operator verilirdi. Bunlar nə deməkdir? Misal üçün 93 nömrəli testdə. Tez baxaq. A ilə C'nin cəmi deməkdir. Bu 11. Yəni A plus C bərabərdir 11. Və yaxdan yazırıq. Burada 4 nədir bəs? 6 operator 14 bərabərdir 4-ə. Qeyri-aşkar operator. 6 ilə 18-dən 6 alınır. 9 ilə 25-dən 8 alınır. Amma cədvəlin içərisində xətt var. Cədvəlin içərisində xətt varsa 3 qaydada baxacaqsınız cədvələ. Hansı qaydalardır? Əgər xətt varsa, olacaq tək, cüt, izah edəcəm indi bunlar nə deməkdir. Ola bilər tam, qalıq və yaxud da mənfi, müsbət. Ola bilər təkləri yazır, cütlərə xətt qoyur. Ola bilər cüt ədədləri yazır, təklərə xətt qoyur. Ola bilər tamları yazır, qalıqlara xətt qoyur. Ola bilər qalıqları yazır, tam alanlara xətt qoyur. Ola bilər mənfiləri yazır, müsbətlərə xətt qoyur. Ola bilər ki, müsbətləri yazır, mənfilərə xətt qoyur. Baxaq, araşdıraq. 6 ilə 14-dən 4-ü mən necə ala bilərəm? Baxıram ki, burada cədvəlin içərisində alınan ədədlərdə həm tək ədəd var, həm cüt ədəd var. Deməli, bu tək cüt söhbəti deyil. Tək cüt söhbəti deyilsə, növbəti keçəcəm tam qalığa. Burada da alınmasa, mənfi müsbətə keçəcəm. Tam qalıqlardan 6 ilə 14 ilə 6 bilirəm ki, qalıq söhbəti var, tam söhbəti var. Ona görə bölmə olacaqdır. 6-nı 14-ə böləndə 4 qalıq qalmır, 4 düşmür. Deməli, 6-dan 14-dən 6-nı çıxıram. 8, 8-i bölürəm 2-yə. 8 bölünsün 2 bizə verir 4-ü. 25-dən 6 çıxıram 19, 2-yə böləndə tam ədəd vermədiyi üçün xətt çəkibdir. Deməli, qalıq qalanlara xətt çəkir, tam olanlara ədədi yazır. Bizdən istədiyi isə burada 18-dən 8-i çıxırıq 10, bölürük 2-yə, bizə verir 5. Deməli, bizim cavabımız olmalıdır 5. Sonra baxaq, deməli, 103 tipində olanlara. Burada hər operatorun altında verilən ədəd eyni qaydada alınır. Yəni, bizdə verilən ədədlərimiz 6, 3, 7 olur. Altındakı operatorun altındakı ədədlər isə eyni qaydada. Yəni 6-dan C, 3-dən 9, 7-dən 21 eyni qaydada. 6-dan 24, 3-dən B eyni qaydada. 6-dan A, 7-dən 35 eyni qaydada. Deməli, bu nə deməkdir?
3'dən 9, 7-dən 21 necə alına bilər? 3-ə vurma ilə. 6-nı 3-ə vurduq 18. Deməli 3 bucaq operatoru 3-ə vurmadı. Altdan 24 necə alınır? 4-ə vurma ilə. Deməli 4 bucaqda 4-ə vurmadı. 3-ü də 4-ə vurduq 12. İndi 6-dan A, 7-dən 35. 7-dən 35 5-ə vurma ilə alınacaq. Deməli dairə operatoru 5-ə vurmadı. 6-nı da 5-ə vurduq 30. Sonra da bunları toplayırıq hamısını. 30, 30, 60. 104 nömrəli test yenə eyni qaydadır. Ola bilər operatorlar solda verilsin, rəqəmlər yuxarıda yazılsın. Yenə eyni qaydadır. Ona uyğun da birini göstərək tez sürətli şəkildə. Burada olmalıdır. Aha, baxın 124-də. Operatorlar solda yazılıb, ədədlər yuxarıda yazılıb. Yenə yəni 8-dən 64 eyni qaydada. Üçbucaq operatorunda. 4-dən 64 4 bucaqda, 3-dən A 4 bucaqda. 3-dən 81 5 bucaqda, 4-dən B 4 dairədə. Yəni bunlar da eyni qaydada alınacaq. Burada dairənin yanında verilənlər, kvadratın yanında verilənlər, üçbucağın yanında verilənlər eyni qaydada alınır. Yəni 3-dən 4-dən 8-dən eyni qaydada alınır hamısında. Onları araşdırırsınız ki, hansı qaydada alınacaqdır. Sonra baxaq deməli biz burada 105 tipində olanlara. Cədvəlin içərisində 2 dənə fiqur var. 2 fiqur varsa, bizim bayaq yazdığımız qayda bu tək cüt, mənfi, müsbət, tam qalıq eyni ilə keçərlidir. 98 nömrəli testdə bizə birini yazırdı, birinə xətt qoyurdu. Burada isə hər ikisi heç birini yazmır. Yəni hər ikisinə fiqur yazır. Müsbət mənfi ola bilər, kvadratla üçbucaq, nə bilim, hərf də yaza bilər, M-lə K yaza bilər. Fərqi yoxdur. 2 dənə işarədən istifadə edir yəni. 90% bunlara tək cüt olacaq. 7 ilə 5-in cəmi 12 cüt ədəddir, ona görə kvadrat. Deməli cüt ədədlərə kvadrat, tək ədədlərə üçbucaq. 12 ilə 5-in cəmi 17 cüt olduğu üçün, tək olduğu üçün üçbucaq. 12 ilə 4-dən 16 cüt ədəddir, ona görə kvadrat. 13 ilə 4 17 tək ədəddir, ona görə üçbucaq. Və məndən də A ilə B-ni istəyir. A kvadratdır, B üçbucaqdır. Olacaq A variantı. B variantını götürmürsünüz. Bu B ilə A-nın qiymətidir. Diqqətli olursunuz. Sonra baxaq başqa testimizə. Deməli 119 tipində olan testə baxaq. 45 ilə 11-dən 1 alıb 45 ilə 9-dan xətt çəkibdir. Xətt varsa tək cüt, tam qalıq. Tək cüt söhbətində 1 olmayacaqdır. Keçirik tam qalığa. Tam qalıqda necə alınır? 45-i 11-ə bölürəm, 4 düşür, 1 qalıq qalır. 1-i yazım. 45-i 9-a bölürəm, tam olaraq 5 düşür, qalıq qalmır, ona görə xətt çəkir. Qalıq qalmayanlara xətt çəkir deməli. İndi 45-i 7-yə böləcəyik. Düşür 6, 3 qalıq. 74-ü 7-yə bölürük. 10, 4 qalıq. Deməli bizim cavabımız olur 3 və 4. Qalıqları yazırıq ora. Qalıq olmayanlara da xətt çəkilir. Burada da eyni qaydadır. 63-ü 9-a bölürük. 3 qalıq qalır. 57-ni 6-ya bölürük. 3 qalıq qalır. 49-u 6-ya bölürük. 1 qalıq qalır. İndi baxaq. 63-ü 9-a böləndə qalıq qalmır. 63-ü 7-yə böləndə yenə qalıq qalmır. 57-ni 7-yə bölürük. 56 7-yə bölünür. 1 qalıq qalır. 49-u 7-yə böləndə isə qalıq qalmır. Ona görə xətt çəkirik. 1 və xətt olacaq. Yəni A variantı. Bu da qeyri-aşkar tipində olanlardır. Baxın, yenə cədvəlin içərisində 2 dənə fiqur veribdir. 2 işarə veribdir. Hər ikisini işarələyib bunların. Sonra baxaq deməli, biraz aşağıda başqa tiplərdən, həlli də operator qaydasında verilənlərdən. Deməli, misal üçün 165. 36 ilə 24-dən 20, 87 ilə 75-dən 54, 15 ilə 45-dən A bizə deyir A nəyə bərabərdir? Bizə konkret ədəd verməyib. Yəni 15 ilə 45-dən alınan ədəd misal üçün hansısa bir 40 ədəd alınır. Məsələn, burada bir 40 alınır. Bizim variantda verilənlərin hansından eyni qaydada 40 alınacaq ona baxırıq. Baxaq görə indi bizə A neçə verir? Operatorlardan hansı həmin qiymət alınacaq? 34 ilə 30, 24 ilə 36-dan mən necə 20 ala bilərəm? Bunları toplayıb 3-ə bölsəm. 87 ilə 45-i toplayıb 3-ə bölsəm 44 alınır.
36 ilə 15-i toplayıb 3-ə bölsəm 17 eləyir. Deməli 15 ilə 45-i toplayıram. 60 3-ə böləndə 20. Bunların hamısını toplayanda, toplayıb 3-ə böləndə bizdə 20 verəcək. A variantında verilən operatoru 43 ilə 17-nin cəmi 60, 3-ə böləndə 20. Bu tipdə olanlar yenə eyni qaydada. Sonra 175 tipində olana baxaq bir dənə də. Dairə ilə dairədən 9 alın. Deməli, mən bunları əgər toplama götürsəm, dairə olacaq 4/5. 4/5 ilə bizə nəticə verməyəcək. Kəsr ədəd olmayacaq orada. Natural ədədlər olmalıdırlar. Vurma ilə götürsəm, deməli hərəsi 3-dür. Dairə 3 olarsa, kvadrat olacaq 6, çünki dairəni kvadrata vuranda 18. Bu da oldu 16. Deməli, indi qara kvadrat 6-dırsa, ağ kvadrat olacaq 5. Çünki bunları vuranda 30-dur. O zaman bu 5-dirsə, burada 5 olursa, ikinci sual işarəsi olur 25. Birinci sual işarəsi də 3-ü 5-ə vuranda 15. Все. 15, 25. Y variantı. Sonra keçək qeyri-aşkar operatorları, qeyri-aşkar operator verilməyən cədvəllərə. Bunlar da qeyri-aşkar gedir. Operator verilmir. Orada siz cədvəli bölməlisiniz. Sətir sütun üzrə baxmalısınız. Misal üçün 259-dan başlayaq. 12, 3, 14, 6. Burada biz birinci baxırıq sətirdə sütunda olan uyğunluğa. Görək bir uyğunluq varmı? 12, 3, 14, 6. Bunları toplasaq 35. 24, 6, 3, 2. Bunları toplasaq deməli 35. Üçüncü sətirdə toplasaq yenə 35. Bu rəqəmləri toplayanda cəmi bizə 35 verməli. Çünki 3-ü 35 yükü. Bunları toplayanda 35 verməsi üçün 19, 24. Bunların cəmi 24. Bizə 11 də lazımdır ki, 35 olsun. Ola bilər bu qayda sətir sütunda ödəyir. Sütunda ödəyirsə sütuna baxırsınız. Ola bilər ki, bizim testimiz olur 268 tipində. 2, 5, 3, 30. Görürəm ki, böyük rəqəmlər bir tərəfə yığılıb. Tez bunları ayırdım. Cədvəli böldüm. 2, 5, 3-dən 30 alıram. 2-ni, 5-i, 3-ü bir-birinə vuram 30. 5-i, 1-i, 4-ü bir-birinə vuram 20. Deməli, burada rəqəmlər bir-birinə vurub alınır sonucu. 2, 5, 8. Bunlar bir-birinə vuranda olacaq 80. Cavabımız Y variantı. Ola bilər ki, 267 tipində. Cədvəli ortadan bölürük. 27-ni 2-yə vururuq. 9-u 6-ya vururuq. Hər ikisində 54 alınır. 7-ni 6-ya vururuq. Sualı 3-ə vururuq. Bura 42 olur. 3-ü də 14-ə vuranda 42 olur. Bir dəqiqə üzr istəyirəm. Bunun zaidiyyət azalır deyəsən. Hələ ki var. Kifayət qədər var hələ ki. Deməli, sonra ola bilər bizdə başqa cür 269 tipində. Deməli, 6-nı 4-ə vurur 24. Cədvəli sütun üzrə baxırıq. 6 dəfə 4-ün 24. 5 dəfə 3-ün 15. 6 dəfə 7-nin 42. 3-ü də suala vuranda 24 eləməli. Deməli, sual şərəsi 8. Ola bilər bu qaydadadır. 7 dəfə 8-in 56. Yenə ortadan böldük. Ola bilər 271 tipindədir. 7 dəfə 8-in 56. 8 dəfə 4-ün 32. 5 dəfə 9-un 45. 7-ni də suala vuranda 28 olmalı. Deməli, bura 4-dür. Sonra ola bilər kənarları vurur. Deməli, baxaq. Başqa tiplərə buradan. Əla. 279. Ortada olanlar böyük rəqəmlərdir. Digərləri kiçik. 2-ni 5-ə vururuq 10, 6-nı 7-yə vururuq 42. Bunları topladıq 52. 21, 54. Toplayanda 75. Bunları vurduq 48, bunları vuranda 21. Bunları toplayanda da bizə verir 69. 48 ilə 21-i toplayıb mərkəzə yazmalıyıq. 280 tipində. Deməli, 3 dəfə 6-nın 18, 5 dəfə 7-nin kənarları vurub mərkəzə yazır. Kənarları vurur, mərkəzə yazır. Baxaq 281-ə. 42 ilə 25-in fərqi 17. Deməli, bunları 2 dəfə bölür cədvəli. 42-dən 25-ə çıxır 17. 54-dən 36-dan çıxır 18. 63-dən də 21-ə çıxırıq 42. Ola bilər bu qaydada da olsun. Sonra baxaq başqa, deməli, kvadratlarla da ola bilər burada.
Qışqıran ədədlərlə, yəni 11 kvadratı 121, 14 kvadratı 196, 15 kvadratı 225, 144 nəyin kvadratıdır? 12'nin. Deməli, bizim cavabımız olacaq 12. Burada biri de olmalıydı eyni tipdə. Onu da göstərim sizə. 285. Buradan böldük. 6'nın kubu 216. 5'in kubu 125. 7'nin kubu 343. 8'in kubu 512. İndi baxaq qəbullarımıza görə bu cədvəllərdən qəbula nə düşür? Misal üçün, yanvar ayında 76 nömrəli testdə. Baxaq görək nə yazılıbdır burada. 4, 9, 11, 6, 13, 17, 19, 9, 19, 26. Bunların hamısı eyni qaydada alınmalıdır. Görək necə alınır? 2'yə vurub 1 gəlir. 4'dən 9 almaq üçün 2'yə vurur 1 gəlir. 2'yə vurur 1 gəlir. 2'yə vurur 1 gəlir. Sonra bəs 4'dən 11 alınması üçün 3'ə vurur 1 çıxır. 3'ə vurur 1 çıxır. İndi 7'dən 2'yə vurub 1 çıxır. Birinci sual alırıq. 7'ni 2'yə vurduq 1 çıxdıq. Deməli 1 gəlirik üzərinə 1 çıxırıq. 1 gəlirik. 15. Sonra 3'ə vurub 1 çıxırıq. 20. 9'u 2'yə vurub 1 gəlir. 19. 3'ə vurub 1 çıxır. 26. 2'yə vurub 1 gəlir. 23. 3'ə vurub 1 çıxır. 32. Deməli, bizdə cavablar oldu 15 və 20. B variantı. Sonra baxaq 73'ə. Bayaqlarım işləmişdik. Bunlar bizim verilən ədədlərimizdir. Burada verilenler. Bunlar ise operatorlardır. Her operatorun karşısında olanlar eyni həll üsulunda olur. Deməli, 32'dən 11, 24'dən 8, 10'dan 1, 12'dən 3. Eyni qaydada alınıbdır. 32'dən 2 necə alına bilər? Birincinin kvadratı üzərinə ikincini gəlirik. Birincinin kvadratı üzərinə ikincini gəlirik. Birincinin kvadratı üzərinə ikincini gəlirik. A olacaq deməli, birincinin kvadratı 16, üzərinə ikincini gəldik 19. Sonra kvadratda nə baş veribdi? 3 ilə 2-dən 7, 24-dən 43-dən 13. İkincinin kvadratın üzərinə birincinin gəlirik. 4'ün üstünə 3 gəlirik. Deməli, burada da 16'nın üstünə 2 gəlirik, 18. İkincinin kvadratın üzərinə birincinin gəlirik. Bəs dairədə 4 ilə 3-dən 25. Kvadratları cəmi. 2 ilə 4'dən 20. Bunların da kvadratları cəmi. 3 ilə 2'nin kvadratları cəmi 13. Bizdən də bunların cəmini istəyir. 19, 18, 13. Bunları hesablayırsınız. Sonra baxaq görək burada başqa cədvəl var idimi? Başqa cədvəl olmalıdır. A ilə B cəminə 10. A ilə C cəminə 12. B ilə C cəminə 14. Məndən də B-ni istəyir. Tənlik qura bilmirsinizsə bir hərf istəyəndə aparırsınız variantı yerinə qoyursunuz, yoxluyursunuz. Görün düz olurmu? Şərtləri ödəyirmi? Bütün şərtləri ödəyirmi? Ödəmirsə başqa variantı yoxlayın. Yox, əgər tənliyi qura bilirsə nə yaxşı. Gelin tənliyinizi qurun, həll edin. A plus B bərabərdir 10. B plus C bərabərdir 14. A plus C bərabərdir 12. Bunları alt-alta topladıq. 2A, 2B, 2C. 2'ni verdik mötərizə xaricinə. A plus B plus C bərabərdir 16, 26, 36. Deməli, A plus B cəmi, BC cəmi A plus B plus C bizə verir 18'i. Bizdən B-ni istədiyi üçün A ilə C-nin cəmini bir ədəd yazaq. A ilə C-nin cəmini yazaq. A ilə C-nin cəmi 6 olsa, 12 olsa. B-yə də bizə qalır 6. A ilə C-nin cəmini 12 yazıq. B-də oldu 6. Burada parkı yerinə qoyub yoxlayırıq. Hamısını ödəyirsə ödəyəcək. Deməli, yoxlayaq. Birini yoxlayaq. Misal üçün mən 5'i yazıram. B-nin yerinə 5 yazıram. B-nin yerinə 5 yazsam A da 5 olacaq. Bunlar ikisi də eyni qiymət təsadüf hallarda olur. Baxaq. A-nın yerinə 5 yazmışsa C oldu 7. B-nin yerinə 5 yazmışam, C-nin yerində 7. Bunları toplayanda 14 olmalı. Amma mən A-nın yerinə, B-nin yerinə 6 yazsam cavabım olacaq. B-nin yerinə 6 yazıram, A olur 4. A-nın yerinə 4 yazsam C oldu 8. B 6'dır, C də 8'dir. Bunların cəmdə mənə 14'ü verir. Bu qədər. Sonra baxaq deməli
100 nömrəli testə vurma verilibdir. Məndən ABC cəmini istəyir. Bax görək. Yenə A ilə B-nin hasili AB bərabərdir 270. Sonra BC bərabərdir 180. AC də bərabərdir 150-yə. Mən bunların ikisini alt-alta bölsəm, B ilə B getdi, A bölü C qaldı. Burada da A vur C'dir. A bölü C 180-dən 270-də 90-a ixtisar getsə, 2-də 3 qalır. Deməli, bizdə nə alındı? A bölünsün C bərabərdir 2-də 3. Çarpaz vurduq bunları. 2A bərabərdir 3 C-yə. 2A'nın 3C'yə bərabər olduğunu bilirəmsə, mən A-nı əvəzləyim. A bərabərdir 3C bölünsün 2-yə. 3C bölünsün 2-yə bərabərsə aparım yerinə yazıram. A-nı yerinə yazıram. 3C bölünsün 2, 3C bölünsün 3C bölünsün bir dəqiqə bura kvadratlara yazmalıydık. 2 vur C bərabərdir 150-yə. Buradan bizə alınır 3C kvadratı 3C kvadratı böl 2 bərabərdir 150. Çarpaz vursaq 3C kvadratı 3C'nin kvadratı bərabərdir 300-ə. C kvadratı da bərabərdir 100. C kvadratı 100 isə C olacaq 10. C-yə 10 aldıqsa B oldu 18. Deməli 18. B 18 olursa A-ya alırıq deməli 18-i 270-i 18-ə bölsək 15. B oldu, A oldu 15. A 15 olursa C-də olur 10. C-nin qiymətini burada da tapmışıq. Sonra bunları cəmlədik. ABC cəmini 15, 18, üstünə də 10 gəldik, 43. Cədvəllər mövzusu bu qədər. İnşallah gələn mövzularda görüşmək ümidi ilə.